Deməli, normadan artıq yağış yağır, deyirsiniz ki, bu başa düşüləndir, dünyanın hər yerində belədir. Yağış yağanda kanalizasiya sistemlərinin gücü çatmır, çünki normadan artıq yağış yağır. Hər gün burada yağış yağır, hər gün burada yağış yağır. İndi ki, normada yağış yağdı. Nə oldu? Nə məsələdir? Niyə bizim kanalizasiya sistemi baş aça bilmir bu yağışla? Niyə axı? Nə olub? Bəlkə bir də Bakının ortasından böyük bir arx qazasız, yağış yağanda bu sular arxa dolsun, oradan da geçsin Xəzər dənizə. Onsuz ki, qurutmuşsunuz Xəzər dənizə. Heç olmasa yağış batmasın da, geçsin Xəzər dənizə. Bilmirəm, bəlkə Bakının ortasında suyunu bir göl edək, yekə bir göl edək ki, bu sular ora axsın. İnsanlar heç olmasa yayda gedib orada istirahət edərlər. Ay, bu nə məsələdə? Bax, icra hakimi var, kanalizasiya sistemindən məşğul olan var, prezident var, hər şey var ölkədə, amma heç nə yoxdur. Heç nə yoxdur. Maaşlar var, iş var, gələcəyimiz var, Avropa standartları var, amma yenə də heç nə yoxdur. Bakı bu gündə, şəhərlər bu gündə, birazdan evlər gedəsin torpağına, otuna. Ayıb olsun, ağır olsun, yiyin burnunuzdan gəlsin. Bəsdirin də ala bu milləti.